Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 5 iyul 2026-cı il. Bu Novostroykada görək bal var ya yoxdur. Ana arını izolyasiya etmişdim. O gündən bugünə yoxlamamışam. Arıçılıqdan məlumatı olmayanlar üçün bir balaca məlumat söyleyeyim. Dərhal keçirik bu arı yeşiyində, bu arı ailəsində nə qədər bal toplayıblar, onu sizə göstərərəm. Demək dostlar, arıxanalarda bütün ailələr bu gücdə olmur. Mənim arıxanamda bal üçün nəzərdə tutulmuş ailələr ayrıdır. İndi bunu bir qədər düzgün başa düşməyə bilərlər. Baxın, bal üçün nəzərdə tutulan ailə nədir? Yəni, damazlıq, ən gözəl, yüksək keyfiyyətli ana arılar olan arı ailələri, onlar yüksək yumurta qoymaq qabiliyyətinə malikdir və arı ailələri tez inkişaf edir. Amma elə ailələr vardır ki, biz arıların ən inkişaf edən vaxtı aprel-may aylarında biz o arı ailələrindən arılar götürürük. Nukleusları formalaşdırmaq üçün və çərçivələr götürürük, bölmələr aparmaq üçün. Ona görə həmin arı ailələri bu gücdə ola bilmir. Belə ailələrə isə biz toxumuruq, arı götürmürük, bölmələr edəmirik, buraxırıq. Arı nə qədər inkişaf edirsə, qoy etsin. Ondan sonra bizim üçün nə qədər bal gətirəcək, o arı ailəsinin sağlamlığından və təbiətdə olan gəlirdən asılıdır. Getdik. Ya Allah! Boşdur. Gözəl toxuyublar. Ay maşallah. Ay maşallah. Deməli, izolyatorun gözəlliyi bax budur. Burada sürfələr olub. Ana arı izolyatoru alandan sonra tamam çıxıb. Vəssalam. Baxın, burada möhtəşəm bal. Əlif, nə edirsən? Bunu çəkirsən, bunu çək, bunu. Ay maşallah, bu az ballıdır, bunu qoyuruq, onun üstündə qalacaq. Buna bax, buna bax, buna bax, buna bax. Mənim gözəlçəm hardadır? Yoxsa ölür? Ayıq hələ. Vay vay vay. Oy.
Yoksa bakırsan. İçeride onu öldürürdü. Benim gülçün onu. Geçen burada ikinci ana çıkıyor. Ona göre. ...25 gündür izolatörde. Burada yəqin ikinci anası da var. Baxın, izolyatorun içində bir arı ana arımızı öldürməyə cəhd edirdi. Mən onu öldürdüm. Şükür Allaha, ana arımız salamatdır. Bu nə ilə bağlı ola bilir? Çərçivələri, yəni 4 mərtəbə çərçivələri silkəliyə arılar istər-istəməz həyəcan keçirir və yaxud ola bilsin ki, orada yeni ana arı çıxardıblar, mayalanıb, hələ yumurta atmağa başlamayıb. Ola bilər, mən onu görməmişəm yumurtalar. İndi birinci mərtəbəyə baxıb bilərik. Heç olmasa da, yenə də mən bu ana arını azad etməyəcəyəm. Demək, izolyatordan bunu çıxartmaq, tutmaq təhlükəlidir. Ana arı uça bilər. Onun üçün mən bunu qəfəsə qoyaram. İnşallah sabah arılar sakitləşəndən sonra yoxlayaram və ana arını azad edəcəm. Demək belə, baxın, burada bizim ana arımız. Hadi, uça bilmirsən, gözəllər gözəlim. Bağışda səni çimizdirdim. Heç yaxşı, indi 5-6 arı qoyaraq səni burada fenləyəcəklər, qurudacaqlar. İzolyator bizə imkan verir ki, bütün qaralmış çərçivələri çıxdaş eləməyi. Hərçənd bu arı ailəsində qaralmış çərçivə yoxdur. Bu güləmli çərçivədir dostlar. İldırım çaxır. Yağış yağa bilər. Ona görə biz nə edirik? Bu arı ailəsini rahat buraxırıq ki, sabaha qədər həm balı süzülmüş şanları bura yerləşdirəcəyik, həm də sakitliklə, arxayınlıqla burada baxış keçirib digər ana arının olmadığını tam arxayın olandan sonra bu ana arımızı azad edəcəyik.
Demək dostlar, hər cür boğqalar çıxır arı ailəsindən. Dostlar, gərək hər şeyi idarə etməyi bacarasan. İndi mən tək bir canımla həm çəkiliş edirəm, həm bal götürürəm, həm ana arıya nəzarət edirəm, həm sizin üçün izah edirəm ki, hər cür oyunlar olur. Hər bir şeydə ayıq olmaq lazımdır və anidən nə isə fikirləşib düzgün qərar vermək lazımdır. Budur ki, sağ olun, özünüzü qoruyun.